Bu qardaş soruşur ki, yəni hizbilik nədir? Bu haqda geniş cavab verirdiniz. Əlbəttə ki, yəni hizbilik hizb sözündən götürülüb. Hizb də dəstə deməkdir. Dəstə, qruplaşma, cəmaat o belə mənada işlədilir. Və buna qısa olaraq onu deyə bilərəm ki, Şeyx Rabi İbn Hədi el-Mədxəli Həfizəhullahdan soruşurlar ki, hizbilik nədir? Şeyx Rabi buyurur ki, Kullu mən xalifəl mənhəcis sələfi fəhvə min əhzəbud dalal. Yəni, sələfin mənhəzdə müxalif olan hər bir şey zəlalət və hizbilikdir. Yəni, hizbilikdə, və Şeyx Rabi buyurur ki, hizbilikdə müəyyən bir şərtlər yoxdur. Yəni, müəyyən şərtlər yoxdur hizbilikdə. Onların şərti zadı yoxdur. Allah Teala keçmiş ümmətləri hamısını əhzab adlandırdı. Qureyşi, hansı ki, Rasulullaha qarşı çıxanların hamısını əhzab adlandırdı. Dəstələr. Müəyyən dəstələr idi hamısı. Yəni, hizbilik nə deməkdir? Müəyyən bir fikrə, yəni Allahın kitabına, Rasulullahın sünnətinə müxalif olan müəyyən bir fikrə təəssüblük etmək, təəssübkeşlik etmək. Ona hizbilik deyilir. Nə qədər ki, o fikir kitaba və sünnətə və həmçinin sahabənin icmasına və s. müxalifdir, bu fikir, o fikrə təəssüblük etmək, o hamısı hizbilikdir. O fikirlər hamısı hizbi fikirlərdir və s. Yəni, hizbilik buna deyilir. Yəni, hizbilik haqdan uzaq, yəni batil bir fikirlərdir. Yəni, sən onu yalnız belə ayırt edə bilərsən ki, kitab və sünnətə müxalif olan hər bir şey hamısı hizbilikdir. Qısa olaraq belə demək olar. Kitab və sünnətə müxalif olan, sələfin mənhəcinə müxalif olan hər bir şey hizbilikdir. Allah bilir daha doğrusun. İxlasla.com saytı tərəfindən təqdim olundu.